olan problem bizdən çıxıbdır və əməliyyatlıqdır. Düşünün, 1 yaş 4 aylığında uşaq artıq bu çanaq oynağına görə əməliyyata getməlidir. Yenə də erkən yaşda dəhşətli bir görüntü ilə sizin qarşınızdayım, əziz izləyicilər. Bu pasiyentimiz 1 yaş 4 ayındadır və heç vaxt pediatr müayinəsində olmayıb. Ultrasəs, bu çanaq oynağının ultrasəs müayinəsini keçməyibdir. Və 1 yaş 4 ayında yeriməyə başlayarkən ayağında olan qüsura görə sadəcə bizə müraciət etmişdilər ki, ayağını əyri atır. Amma problem bu çanaq oynağının anadan gəlmə çıxığı idi. Və biz buna görə deyirik ki, 3 aylığında mütləq bu çanaq oynağının ultrasəs müayinəsini etməlisiniz. Burada şinanın heç bir təsiri yoxdur, hansısa bir reabilitasiyanın, masajın heç bir təsiri yoxdur və bu pasiyent mütləq əməliyyata getməlidir. Deməli, uşağın bu problemlərlə qarşılaşarkən nədən şübhələnmək lazımdır? Ana şübhələnməlidir. Uşağı pampers giyindirərkən ayağı çox açılmır. Bu halda ana şübhələnməlidir. Biz bunu vaxtında bilsəydik, vaxtında müalicə etsəydik, bu pasiyentimiz artıq əməliyyata getməyəcəkdir.